Yeri gəlmişkən, az əvvəl hekayədə həyatlarını itirən yeganə cütlüyün Habil və Günay olduğunu qeyd etmişdim. İndi isə paralel yanaşmayla əslində onların sağ qaldığına diqqət çəkmək istəyirəm. Belə ki, dostların evlə ilk tanışlıq səhnəsində bütün digərləri bu və ya digər səbəblə müəmmalı evə daxil olsalar da, məhz bu cütlük, Habil və Günay maşında gözləməyə üstünlük vermişdilər. Və hekayənin düyünü başlayana qədər də evə deyil, məhz meşəyə üz tutmuşdular. Necə deyərlər, işıq gələn tərəfə deyil, it hürən tərəfə getmişdilər. Paralel yanaşmama görə etirazçı cütlük meşənin dərinliklərinə enmiş, oradan da yeni yol kəşf edərək çıxıb getmişdilər. Onlar axı heç nəyə məhəl qoymadan ağıllarının əsdiyi yöndə gedən tiplərdir. Bu zaman ərzində isə evin difuziyaya uğraması səbəbilə ayrılan qazlarla içəridə olan dostlar halüsinasiya görməyə başlamış və çöldə maşının təkərlərinin deşildiyini təsəvvür etmişdilər. Maşının yanında gördükləri Habil və Günay da halüsinasiyadan başqa bir şey deyildi. Bundan sonra səhəri həmin qarabasmaların təsiri altında açmışdılar. Fikir verin, səhər hadisələr bitdikdən sonra Habil və Günayın cəsədini də tapa bilmirlər. Niyə? Çünki Günaygil heç əvvəldən orada olmayıb. Vüsal isə yarı real, yarı xülya halında olan dostlarına vəziyyəti yenə öz amplasında şərh edir. Cin onları yem üçün götürüb.